Hörmətli valideynlər, əziz izləyicilər, hər birinizi xoş gördük. Belə ki, bugün könüllərimiz marafonda olduğu üçün bu vəzifəni mən icra eləyəcəm. Burada Milanaya salamlarımı söyləyirəm və istəyirəm bugünkü gün haqqında sizə qısa olaraq məlumat verim. Belə ki, İPO Beynəlxalq İngilis Dili Olimpiyadasının bugün milli final mərhələsi keçirilir. Milli final mərhələsi Azərbaycan Texniki Universitetində təşkil olunur. Texniki Universitet təşkil olunan bu olimpiyadada ölkəmizdə minlərlə şagird arasından təqribən 500-ə qədər şagird final mərhələsində vəzifə qazanmışdır. Bu 500 şagird isə Azərbaycanın müxtəlif bölgələrindən olan istedadlı, bilikli şagirdlərdir. Bu şagirdlər bu günləri Azərbaycan milli finalının qaliblərini eyni zamanda həm regional final vəzifə qazanacaq və yaxud da ki, birbaşa final vəzifə qazanacaq şagirdlərin adına aydınlıq gətirəcəklər. Bu olimpiyadası 2012-ci ildə yaradılmışdır və qeyri-kommersiya təşkilatıdır. İtaliyada yaradılan bu qurum 2013-cü ildən etibarən sərhədsiz İngilis dili olimpiyadası olmaqla fəaliyyətə başladı və bu fəaliyyət nəticəsində dünyada ingilis dilini bilən şagirdlər arasında dostluq, mədəni əlaqələrin qurulması eyni zamanda olan inkişafı üçün böyük bir platforma rolunu oynayacaqdır. Və o gündən bu günə olan təqvimdə artıq dünyanın 80-dən çox ölkəsi İPO İngilis dili olimpiyadasına qoşulur. Təqribən 100 minlərlə şagird bu platformada öz dil və bilik bacarıqlarını nümayiş etdirirlər. Həm dostluq qazanırlar, həm beynəlxalq kimlik əldə edirlər, eyni zamanda əldə etdiyi sertifikatlarla öz portfolyolarını zənginləşdirirlər. Bu İngilis dili olimpiyadası Avropa dil istinad çərçivəsində əsasında təşkil olunur. Yəni bu o deməkdir ki, bunu uyğunlaşmış İngilis dili olimpiyadasında əldə etdiyiniz sertifikat birbaşa olaraq sizin dil biliyinizi göstərir və burada əldə olunmuş nailiyyətlər isə birbaşa sizin portfolyonuzda əsas yer tutur. Belə ki, İPO İngilis dili olimpiyadası bir sıra qurumlar tərəfindən lisenziya almış və dil biliyinizi ölçə bilən əsas imtahanlardan biridir. Azərbaycanda təşkil olunan İPO Olimpiyadası Yaxın Şərq və Mərkəzi Asiya regionuna aiddir. Bu regionda yerləşən ölkəmiz eyni zamanda bu il keçiriləcək final mərhələsində də ev sahibliyi eləyəcəkdir. 30-dan çox ölkənin iştirakı ilə keçiriləcək Bakı regional finalında Azərbaycanlı şagirdlər də öz yerini tutacaqlar. Salam, özünü təqdim edə bilərsən? Salam, adım Ayla, soyadım Ərəb xanım. Ayla, hansı məktəbdə oxuyursan? Bakı şəhəri Əşrəf Dönməli tam orta məktəb. Əla, bəs olimpiyadada sənə maraq necə yarandı? Mən musiqiyə qulaq asaraq və filmlərə baxaraq ingilis dilini maraq yarandım. Bəs bu mərhələyə necə hazırlaşırdın? Mən özüm hazırlaşırdım və yaxud müəllimlərin köməyi edirdim. Əla, sənə uğurlar. Çox sağ olun. Salam, özünü təqdim edə bilərsən? Mən Ruhullayeva Universiteti Nasir Füzuli, Biləsuvar rayonu Əlsəd Əliyev adına 4 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdiyəm. Ev təhsili alıram. Əla, bəs səndə riyaziyyata maraq necə yarandı? Məndə riyaziyyata maraq 2-ci sinifə getdiyim riyaziyyat olimpiyadasında yarandı. Mən oradan gümüş medal qazanmışam. Bəs səncə suallar necə idi? Suallar çox asan idi. Ümid edirəm ki, mən oradan qızıl medal qazanaram. Əla, uğurlar sənə. Çox sağ olun. Salam, özün haqqında məlumat verə bilərsən? Salam, mən Orta Oxumay, Sumqayıt şəhəri 17 saylı tam orta məktəbin 7-ci sinif şagirdiyəm. İPO Olimpiyadasında iştirak etməyə səni nə həvəsləndirdi? Məni həm PISO-da, həm də UFC olimpiyada qızıl medal qazanmağım həvəsləndirdi. Əla, bəs səncə bugün yaxşı nəticə göstərə biləcəksən? Bəli, çünki həm də seçim mərhələsində də yaxşı nəticə göstərmişdim. Uğurlar. Sağ olun. Salam, özünü təqdim edə bilərsən? Salam, mənim adım Məmmədova Zəhradır. Mən Müasir İnnovasiya Liseyində oxuyuram, 7-ci sinif Rus bölməsində. Zəhra, ingilis dilinə marağın necə yaranıb? İngilis dilinə marağım 1-ci sinifdən yaranıb, çünki mən bir neçə də olimpiyadada iştirak etmişəm və qızıl medal qazanmışam. Afərin, bəs ingilis dilindən başqa hansı xarici dillə maraqlanırsan? İngilis dilindən başqa Yapon və Rus dilindən. Əla, uğurlar. Çox sağ olun. Salam, özün haqqında məlumat verə bilərsən? Salam, mənim adım Nərgiz Novruzovandır. Mən Gəncə şəhəri 4 nömrəli məktəb liseyin 7-ci sinifin rus sektoru şagirdiyəm. Nərgiz, olimpiyada mərhələsinə necə hazırlaşmısan? Hazırlığa getmişəm və çoxlu kitab oxumuşam. Əla, bəs səncə hansı medalı finalda qazanacaqsan? Qızıl medal. Əla, bəs sən qızıl medal qazansan, regional finalda da iştirak etmək istərdinmi? Çox istərdim, bəli. İnşallah qazanarsan, sənə imtahanda uğurlar. Azərbaycanda təşkil olunan İPO Olimpiyadası Mərkəzi Asiya və Yaxın Şərq regionuna daxildir. Belə ki, İPO müxtəlif regionlarda olimpiyadanın müxtəlif mərhələlərini keçirilir. Azərbaycan da daxil olduğu regiona bu il nə xoşbəxtlikdir ki, ev sahibliyi eləyəcək. 24-27 iyun tarixində keçiriləcək regional finalda 30-dan çox ölkə Azərbaycana təşrif buyuracaq və ingilis dilinə böyük həvəsi olan şagirdlər Azərbaycanda milli finaldan və regional finalın nəticəsinə əsasən birbaşa İtaliyaya vəsəq qazanacaq şagirdlərin adını aydınlıq gətirəcəklər.
Hörmətli valideynlər, əziz izləyicilər, indi isə yanımda bina rəhbəri, bugünkü imtahana rəhbərlik eləyən Günay xanım Sariyevadır. Günay xanım, yəni bu günləri şagirdlər HIPPO-da iştirak eləyərkən hansı kateqoriyalar üzrə yarışırlar, adi kateqoriya nədir, xüsusi kateqoriya nədir? Sizə bu mövzuda bizə öz məsləhətlərinizi verəsiniz. Bugün şagirdlər iki əsas kateqoriya, adi kateqoriya və ya xüsusi kateqoriyalar üzrə yarışırlar. Adi kateqoriyalara Azərbaycan və Rus sektorunda təhsil alan şagirdlər aiddir. Xüsusi kateqoriya isə ingilis məktəblərində, Oxford və digər məktəblərdə təhsil alan şagirdlər aiddir. Yəni bir növ IB, Cambridge və bu kimi təhsil sistemlərində oxuyan şagirdlər aid olunur xüsusi kateqoriyaya. Bəs burada kateqoriyalara bölünmə var. Bunu bildik. Adi və xüsusi. Bəs şagirdlər məsələn 1-ci sinif şagirdləri 11-ci sinif şagirdlərindən yarışırlar. Yoxsa ümumiyyətlə bu prosedur necə təmin olunur, təşkil olunur? Hər kateqoriya hər siniflər özləri ayrı bir kateqoriyaya bölünür. 1-ci, 2-ci siniflər Baby Hippo olaraq, 3-cü, 4-cü siniflər Little Hippo, 5-ci, 6-cı siniflər Hippo 1, 7-ci sinif Hippo 2, 8-ci, 9-cu siniflər Hippo 3, 10-cu, 11-ci siniflər Hippo 4 və 12, 13-cü siniflər isə Hippo 5 kateqoriyası əsasında yarışır. Yarışırlar. Hippo olimpiyadası əsas ana dili ingilis dili olmayanlar üçün təşkil olunur. Amma bizim bugünkü olimpiyadamızda eyni zamanda ingilis dili üzrə təhsil alan şagirdlər də iştirak edir. Günay xanım, sualım belədir. Mən Azərbaycan bölməsində oxuyuram və H1 kateqoriyasında, yəni Hippo 1 kateqoriyasında mübarizə aparıram. Mənə dəmi, yəni ingilis dili sektorunda oxuyan mən 5-ci sinifə dəmi həmin suallar verilir, yoxsa burada nəsə fərqliliklər var? Xüsusi kateqoriyada yarışan şagirdlər Azərbaycan kateqoriyasında yarışan şagirdlərdən fərqlənir. Xüsusi kateqoriyada yarışan şagirdlər üçün Azərbaycan kateqoriyasının bir üst sinifi təqdim olunur. Əgər xüsusi kateqoriyada təhsil alan şagird 5-ci, 6-cı sinifdə təhsil alırsa, biz ona adi kateqoriyanın 7-ci sinif, yəni S1 sual kitabçası təqdim olunur. Belə dəyərli tamaşaçılarımız, bizim izləyicilərimiz Hippo olimpiyadasının kateqoriyaları haqqında Günay xanım bizə məlumat verdi. Günay xanım ümumiyyətlə olimpiyadalarda keçirilmiş qlobal iqtisadiyyatın olimpiyadalarında bina rəhbəri olaraq vəzifəni həyata keçirir. Ümumiyyətlə mən bunu da qeyd etmək istərdim ki, Hippo olimpiyadasının milli final mərhələsinin nəticələri təqribən 2-3 həftə ərzində çıxacaq və bu nəticəyə əsasən birbaşa final mərhələsinə vəsəq qazananlar, eyni zamanda regional finala vəsəq qazananların adına aydınlıq gələcəkdir. Hörmətli izləyicilərimiz, indi mənim yanımda Xəzərlər komandasının və eyni zamanda Məktəbi Səfirlər proqramının rəhbəri Validə xanım var. Validə xanım, xoş gördük sizi. Bugünkü gündə sizə uğurlar arzulayıram. Mənim bugün bir neçə məsələ ilə bağlı suallarım olacaq. Belə ki, Hippo olimpiyadasında şagirdlər müxtəlif yaş kateqoriyalarına yarışırlar, müxtəlif kateqoriyalara yarışırlar. Ən vacib məsələ bu imtahanda neçə dəqiqə davam edir? Yəni ümumiyyətlə imtahan neçə dəqiqə olmalıdır? İstəyirəm bu haqqda bizə informasiya verəsiniz. Uşağın kateqoriyasından asılı olaraq işlədiyi dəqiqədə dəyişir. Hansı ki Baby Little, Hippo 1, Hippo 2 75 dəqiqə ərzində başa çatır. Digəri Hippo 3 75 dəqiqə, Hippo 4 və 5 isə mən qarışdırdım 85 dəqiqə sonra 90 manat bir daha buranı keçir. Uşaqların kateqoriyasından asılı olaraq onların dəqiqəsi də dəyişir. Hansı ki Baby və Little, Hippo 1, Hippo 2 bunlar 75 dəqiqə ərzində imtahanlarını başa çatdırırlar. Hippo 3 85 dəqiqə, Hippo 4 və 5 isə 90 dəqiqə ərzində imtahanlarını başa çatdırırlar. Təşəkkür edirəm Validə xanım. Bəs Validə xanım, belə bir məsələ var da, indi siz komandanın rəhbərisiniz, hazırda imtahan prosesi gedirdi. Otaqlarda baş verən prosesdən istərdim bir məlumat verəsiniz. Şagirdlər özü necə aparır, ümumiyyətlə o proses necə təşkil olunur, otaqda olan şagirdlərə necə paylanıldı kitabçalar, yəni bu mövzular haqqında da istərdim qısa verəsiniz ki, bizim izləyicilərimiz bu haqda məlumat alsınlar. Əlbəttə, uşaqların özünün davranışında hər hansı bir problem görmürük. Zaten onlara öncədən təlimat da verilir. Hansı ki, imtahan prosesi başlamamışdan əvvəl biz uşaqları bütün imtahan prosesi ilə bağlı məlumatları çatdırırıq. Hansı ki, onların sual kitabçalarda paylandıqdan sonra da yenidən sual verilir ki, onların kateqoriyası düz paylanıldımı, siniflərinə uyğundurmu və s. Yəni ki, bütün məsələlərə diqqətlə yanaşırıq. Təşəkkür edirik Validə xanım sizə. Sizə uğurlar arzulayırıq. Bilirəm ki, hal-hazırda biz müsahibəni aldığımız dəqiqələrdə artıq şagirdlərin çıxış vaxtıdır. Sizi iş başınıza göndəririk. Hörmətli izləyicilər, indi isə bizə Bakıda keçiriləcək Hippo regional final mərhələsi barəsində Global Impact Center marketinq bölməsi rəhbərliyi ilə Samir bəy burdadır. Samir bəy, xoş gördük ilk öncə və istərdim ki, bu günlər Hipponun milli final mərhələsi keçirildi. Kifayət qədər şagirdlərimiz gəldi və qoşuldular və bunları qarşıda regional final gözləyir və ardınca isə əsas final olacaq. Regional final haqqında istəyirəm sizə suallar verim. Regional final nə vaxt olacaq, nə zaman olacaq, neçə ölkəyə qatılması planlaşdırır, istəyirəm bu haqda bizə geniş informasiya verəsiniz. Salam, hər vaxtınız xeyir, bir daha izləyiciləri salamlayıram.
Regional final mərhələsi Bakı şəhərində başlayacaq. Ümumi Bakı şəhərində başlayan regional final mərhələsində Azərbaycan da daxil olmaqla yaxın və orta şərqdən bir sıra ölkələr bura qatılacaqlar. Ümumi ortalama 30 və 30-dan çox ölkənin iştirakı gözlənilir və biz bu bütün ölkələri Azərbaycanda düşərədilmiş ağırlayacaq və əlimizdən gəldiyi qədər onlara yaxşı, belə demək olarsa, Əlbəttə ki, güman edirəm Minsk qrupunun həm sədrləri ilə və həm üzvləri ilə belə bir qərar qəbul elədik ki, şey yaradaq, o kompüterdə olur. Мышка, Yox, процессор, yox, клавиатура, yox. монитор. Ay sağ ol, monitoring qrupu yaradaq. xidmət göstərməyə çalışacağıq. Təşəkkür edirəm Samir bəy. Bəs final mərhələsi haqqında bu illəri bilirik ki, Hippo Olimpiyadasının əsas finalı İtaliyada keçirilir. Bu final öyrənişsiz olaraq həyata keçirir, şagirdlər ora qatılır. Bəs deyə bilərsinizmi, məsələn, keçən illər tam fərqli yerdə idi, bu il isə fərqli sentyabr ayının sonu, oktyabr ayının əvvəllərində planlaşdırıb. Harda olacaq, İtaliyanın hansı şəhəridir? İstərdim bu haqda da biraz qısa məlumat verərsiniz. Bu il Hippo Olimpiyadasının finalı İtaliyanın Spoleto şəhərində başlayacaq. Bu final mərhələsində həm eyni zamanda milli finaldan, eləcə də regional finaldan yüksək nəticə göstərən şagirdlər iştirak edə biləcəklər. Milli finaldan yalnız ən yüksək nəticə, top nəticə göstərən şagirdlər finala birbaşa İtaliya finalına, yəni Spaleto'da başlayacaq finala vəsiqə qazanırlar. Regional final mərhələsində də eyni formada yüksək nəticə göstərərək özünü isbatlayan şagirdlər finala vəsiqə qazanacaq. Doğrudur, bəlkə də mövzumuzdan kənar olacaq bu sual. Regional finalla bağlı deyil, amma mən bilirəm ki, marketing komandasına ən çox verilən suallar, sizə də çox gələn suallardan biri budur ki, bəs milli finalda bizim şagirdlərimiz medal olacaqmı, nə veriləcək bunlara, bu haqda suallar, yəni ki, valideynlər verirlərsə və ünvanlar istədim bu suala cavablandıraq. Milli finalın nəticəsinə əsasən şagirdlər nə əldə edəcəklər? Milli finalın nəticəsinə əsasən şagirdlər regional finala yüksəlmədən yanaşı bütün iştirakçılar, təxminən 400-dən yuxarı olan bütün iştirakçılar medal qazanacaqlar. Ən belə demək olarsa, ən bürünc medaldan başlayaraq bürünc, gümüş və qızıl medallar, ən yüksək nəticə göstərən təbii ki, qızıl və sırasıyla gümüş və bürünc medallar əldə edəcəklər. Təşəkkür edirik Samir bəy, sizə fəaliyyətinizdə uğurlar arzulayırıq. Keçirik növbəti mərhələyə. Salam, özünü təqdim edə bilərsən? Mənim adım Həsənli Onurdur. Mənim 10 yaşım var. Simon lisey məktəbində oxuyuram. Aha, Onur, milli final imtahanı sənə necə təsir bağışladı? Suallar normal idi. Çox çətin deyildi. Mən elə gəlir ki, medal alıb milli finala keçə biləcəm. Bəs səncə hansı medalı qazanacaqsan? Qızıl. Əla. Biz də ümid edirik ki, sən də qızıl medal qazanarsan, uğurlar. Çox sağ ol. Salam, özün haqqında məlumat verə bilərsən? Adım Altay Paşayevdir. İstanbul Liseyinin şagirdiyəm, 4-cü sinifdə oxuyuram. Bu olimpiyadada iştirak etmək sənə nə öyrətdi? Bizə həmişə özünə güvənməyi və heç bir zaman yolun üstündən ayrılır. Bəs səncə finalda hansı medal qazanacağını düşünürsən? Qızıldan əminəm. Əla, uğurlar. Salam, özünü təqdim edə bilərsən? Mənim adım Günəş Əsgərovadır. Mən 7-ci sinifdə oxuyuram. Texniki humanitar liseydə. Bu olimpiyadada iştirak etmək sənə nə öyrətdi? Öyrətdi ki, sən gərək özünə həmişə güvənəsən ki, həyatında nə istəsən çata bilərsən. Bəs ingilis dilinin gələcək həyatında sənə necə kömək edəcəyini düşünürsən? Çox şeydə kömək edə bilər. İngilis dili çox yayılmış dildir. O çoxlu mərhələlərdə kömək edə bilər. Əla, olimpiyadada və həyatında sənə uğurlar. Çox sağ ol. Salam, özünü təqdim edə bilərsən? Mənim adım Elahidir. Bakı İstanbul liseydə oxuyuram. İmtahan sualları necə idi? Qəşəng, Yəni sənə rahat gəldi, səncə asan idi yoxsa çətin? asan, Əla. Bəs başqa hansı xarici dillərlə maraqlanırsan? ispat, Əla. Səncə bu olimpiyadada medal qazana biləcəksən? hə, Hansı medal? birinci yer, Birinci, yəni qızıl medal. Hə. Əla, sənə uğurlar. sağ ol. Salam, özünü təqdim edə bilərsən? Bəli, mənim adım Barışdır. Mənim 7 yaşım var. Neçənci sinifdə oxuyursan Barış? 2-ci sinif, Bəs hansı məktəbdə? 156 nömrəli.
Əla. Hippo Olimpiyadasında iştirak etməyə səni nə həvəsləndirdi? İngilis dili, Başqa hansı dillərlə maraqlanırsan bəs? Alman dili. Əla. Bəs səncə bu gün yaxşı nəsə göstərdin və hansısa bir medal qazanacaqsan? Bəli, qızıl. Əla. Bu olimpiyadada iştirak etmək sənə nə öyrətdi? İngilis dilini. Salam, adın nədir? Salam, mənim adım Sezgin Əliyev. Sezon neçə yaşın var və hansı sinifdə oxuyursan? Mənim 11 yaşım var, 6-cı sinifdə oxuyuram. Seçim mərhələsində milli finala yüksələndə nə hiss etdin? Çox həyəcan keçirdim, amma ümid edirəm ki, birinci yeri qazanacağam. Writing bölməsində esse yazmaq sənin üçün çətin idi yoxsa maraqlı? Maraqlı. Əla. Bu olimpiyadada iştirak etmək sənə nə öyrətdi və burada iştirak edən bütün şagirdlərə nə demək istəyirsən? Demək istəyirəm ki, heç narahat olmaq lazım deyil, çox asan bir imtahandır. Tamam, uğurlar sənə. Çox sağ olun. Salam, adın nədir? Salam, mənim adım Abdullah Açılı. Mən Bakı şəhərində 145 saylı tam orta məktəbdə oxuyuram. İmtahan sualları sənə necə təsir bağışladı? İmtahan sualları asan idi və mən onları rahatlıqla yaza bildim. Riyaziyyatın gələcək hədəflərində sənə necə kömək edəcəyini düşünürsən? Mən gələcəkdə proqramist və robot mühəndisi olmaq istəyirəm və riyaziyyat proqramlaşdırmada və robot sahəsində mənə çox kömək edəcək. Ona görə mən riyaziyyat olimpiadalarına gedirəm. Nə gözəl. Bəs bu gün burada iştirak etmək sənə nə öyrətdi və digər iştirak edən şagirdlərə, dostlarına nələr demək istəyirsən? Olimpiadada gördüm ki, çoxlu sual növləri var və çoxlu çalışmaq lazımdır və dostlarıma və tanışlarıma demək istəyirəm ki, ancaq bir də formulanı öyrənməyin, hər şeyi öyrənmək lazımdır. Əla, sənə uğurlar gələcək həyatında. Çox sağ olun. Salam, özünü təqdim edə bilərsən? Mənim adım Ceydə Qərəyeva, 4-cü sinif. Hansı məktəbdə oxuyursan? 18 nömrəli məktəb Gəncə şəhəri. Əla. Hippo Olimpiyadasında iştirak etməyə səni nə həvəsləndirmişdi? Çünki mən ingilis dilini yaxşı bilirəm və bura gəlib özümü sınamaq istədim ki, görüm olimpiyadalar necə olur. Əla. Bəs böyüyəndə kim olmaq istəyirsən? Böyüyəndə ingilis dili müəlliməsi və həkim olmaq istəyirəm. Buradan Hippoda iştirak edən şagirdlərə nə demək istəyərdin? Demək istəyərdim ki, həyəcanlı olmayın, özünüzə güvənin. Çünki həyəcanlı olanda, məsələn, bir suala baxsan, deyirsən çətindir, o birlər də çətinliklə edirsən, amma əslində onlar asanlar. Ona görə asanlardan başlayıb çətinlərə axıd edilir. Düzdür, sənlə razılaşırıq, səni imtahanda uğurlar. Sağ ol. Salam, adın nədir? Adım Sayar Həsən. Sayar, neçənci sinifdə oxuyursan? 1-ci. Olimpiyada sualları səndə necə idi? Yaxşı. Bəs böyüyəndə nə olmaq istəyirsən? Böyüyəndə həkim olmaq istəyirəm. Əla, sənə uğurlar. Çox sağ olun. Salam, özünü təqdim edə bilərsən? Salam, mənim adım Akiladır, soyadım Sərsənizdir. Mən Naxçıvanda Cambridge məktəbində təhsil alıram. Neçənci sinifdə oxuyursan? Mən 2-ci sinifdə oxuyuram. Hippo Olimpiyadasında iştirak etməyə səni nə həvəsləndirdi? Məni həvəsləndirdi ki, istədim ki, bir yerdə qalibsin, dünya məni tanısın. Əla, bəs başqa xarici uşaqlarla yarışmaq səni necə hiss elətdirir? Biraz həyəcanlı hiss elətdirirdi birincidə, sonradan alışdım. Bəs səncə bu olimpiyadada sualların səviyyəsi necə idi? Sənə rahat yoxsa çətin gəldi? Mənə rahat gəldi səviyyə. Əla, Hippoda iştirak etmək istəyən digər şagirdlərə nə demək istəyərdin? İstəyərdim ki, çox həyəcanlanmayın. Həyəcanlansanız heç bir sualı yazamayasınız. Aha, çox gözəl. Sənə uğurlar. Sağ olun. Salam, adın nədir? Mənim adım Azaydır. Azay, hansı məktəbdə oxuyursan? Cərisə bir nömrəlidə. Əla, bəs neçənci sinif? 5. Hippo Olimpiyadasında iştirak etməyə səni nə həvəsləndirib? Mən Hippoda iştirak edirəm ki, mən medallar alım, özümün təhsili daha da artsın. Aha, bəs finalda hansı medal qazanacağını düşünürsən? Mən düşünürəm ki, qızıl qazanacağam. Biz də elə düşünürük ki, sən qızıl qazanacaqsan. Bəs buradan Hippoda iştirak etmək istəyən digər şagirdlərə nə demək istəyərdin? Hippoda iştirak etmək istəyən digər şagirdlərə deyərdim ki, siz də çoxlu oxuyun və iştirak edərsiniz bir gün. Aha, gözəl. Bəs regional finalda fərqli ölkələrdən olan şagirdlərlə yarışmaq səni necə hiss etdirərdi? Çox şən, sevinclə, ayrı ölkələrdə insanlarla tanışardım. Əla, sənə uğurlar. Çox sağ olun, sizə də uğurlar. Çox sağ ol. Привет, можешь представиться?
Меня зовут Темра, я учусь в Баку в 160-й школе. А кем ты хочешь стать в будущем? Я хочу учить делать разработки роботов. А что тебе дало участие в этой Олимпиаде? Я поняла, что в каждых олимпиадах может быть свои вопросы, а каждый вопрос – это один успех к будущему. Спасибо, удачи тебе. До свидания. Привет, можешь представиться? Да, меня зовут Омар. Я учусь в городе Шаки в школе номер 8. А что тебе дало участие здесь сегодня? Здесь, в этой Олимпиаде, я узнал много чего нового. А что бы ты хотел сказать другим ученикам, которые хотят участвовать в Олимпиадах? Но, по-моему, участвуйте, потому что это очень полезно для того, что человек узнает много информации. Спасибо большое, удачи тебе. Спасибо. Hello, can you introduce yourself? Yes, I'm Mohammed Yagabo from Nagchuan City, and I'm studying in Nagchuan NSU International Cambridge School, and I'm in 7th grade. Okay, how do you think English will help you in your future life? English right now is an international language spoken by over 30% of the world's population. And it's rapidly growing because of influence of English language all over our planet. So it's probably going to be 40% in the future. Okay, do you think you will achieve a good result today? I think so because I spent a lot of effort this last night, and it wasn't easy and it wasn't hard at all. So I think I'm going to pass this round as well. Okay, alright, good luck. Thanks. Hello, what's your name? My name is Asif and I come from Nagchuan City. I come from NSU International School. What motivated you to participate in the Hippo Olympiad? The learning experience. I wanted to learn English while having fun with Olympiads, and I like challenging myself, so I joined the Hippo Olympiad. Okay, great. Would you like to win a gold medal and participate in the regional final? Of course, I would like to win a gold medal. It will be everything to me because I've tried so much to win this Olympiad. Perfect. Good luck. Thank you. Hi, can you introduce yourself? Hi, I'm Shams Seva and I'm living in Nagchuan in NSU International Cambridge School. What impression did the national final exam leave on you? It was not that easy, but I had some difficulties in some questions, but I think I did well. Okay, what would you like to say to other students who want to participate in Hippo Olympiad? Study hard. Okay, it's so good. Good luck. Hörmətli izləyiciləri, artıq Hippo Olimpiadasının milli final mərhələsinə yekun vurulur. Azərbaycan Texniki Universitetində keçirilən bu mərhələdə 400-dən çox şagird qalibiyyət uğrunda mübarizə apardılar. Öz bilik və bacarıqlarını nümayiş etdirdilər. 2-3 həftə sonra çıxacaq nəticələr əsasında Azərbaycanı regional finalda və əsas finalda təmsil edəcək şagirdlərin adına aydınlıq gələcəkdir. Qlobal Olimpiad Sentr olaraq bütün şagirdlərimizə uğurlar arzulayır və onların gələcək təhsil həyatında bol-bol şanslar, uğurlar diləyirik. Sağ olun.